Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve senâ'u lillahi rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala alihil ma'suminel mukerreminel muntecebin. Ve'l-le'nu ala a'daihim ecma'in ila yevmiddin. Amma ba'd. Rabbi şrah li sadri ve yessir li emri vahlul ugdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Şükürler olsun Allah'a ki Allah bugün de bize ömür verdi ve verdiği bu ömürde dostunun ve yeryüzündeki hüccetinin adına kurulmuş bir mecliste iştirak eləməyə bizə icazə verdi və müvəffəq elədi. Şükürlər olsun Allah'a ki, özün və dostların bizə tanıtdırdı. Şükürlər olsun Allah'a ki, eyiblərimizi örtdü və bizi rüsvay eləmədi. Şükürlər olsun Allah'a ki, ruzumuzu öz əlində qərar verdi və bizi özündən başqa heç kimə möhtac eləmədi. Allah'ın verirəm, öz Allahlığına xatir ömrümüzün sonuna qədər bu neymətləri əlimizdən almasın. Və bizləri verdiyi bütün neymətlərin qarşısında şükür eləyən bəndələrindən qərar versin. İnşallah ki, Allah'ın lütfü ilə, inayəti ilə çalışarıq, çox yormayaq sizi və əziz ustadım Şeyx Əbdülrahmandan da üzr istəyirəm ki, mən dedim ki, azağa söhbət eləsin, razılaşmadı. Dedi ki, yox, qanunu pozmaya. Bunun başqa tərəfi də var. Yəni ki, bizə gələndə sən də danışma da. Yox, neynək? Onu sonra müzakirə edəyək, Allah qoysun. Hər halda üzr istəyirəm. Ruhani huzurunda danışmaq çətindir. Biraz ədəbsizliklərimi bağışlayar inşallah böyüklüyünə. Başda Həzrəti İmam Zaman əleyhissalam olmaqla bütün məclis iştirakçıların və məclisdən sonra səsimizi eşidənlərin hamısını bu gözəl bayram münasibəti ilə təbrik edirəm və Allah'tan hər günümüzün bayram olmağın Həzrəti Əli əleyhissalamın fəzilət və şərəfinə xatir yalvararaq arzu edirəm. Bilirsiniz də, hər gün bayram necə olur? Həzrəti Əli əleyhissalam buyurur ki, müminin bayramı o gündür ki, günah eləməz. Hasan ki, insan günah eləmədi, həmən gün olur insanın bayramı. Allah bu günə xatir, Qədirxum gününə xatir, Həzrəti Əli əleyhissalamı xatir bizi öz pənahında saxlayıb, günahlardan uzaq olmağa müvəffəq eləsin. Bildiyimiz kimi, təşəkkür. Qədirxum günü çox fərqli və fəzilətli bir gündür. Fəzilətində olan hədislər həddən artıq çoxdur. Çox böyük bayramdır. Həzrət Peyğəmbər buyurur, Əfzalu ə'yad-i ümməti, mənim ümmətimin fəzilətli bayramı, bayramlarının fəzilətlisi. Təsəvvür edirsiniz, İslamda bir neçə mühüm bayramlar var ki, Qurban bayramıdır, orucluq bayramıdır, Məbəs bayramıdır. Bir də Qədirxum o önəmlilərdəndir. Çünki dinin kamilləşməsi, ilahi neymətin kamilləşməsi bu günə təsadüf edib. Ona görə bugün çox fərqli bir gündür. Həzrəti İmam Sadiq əleyhissalam buyurur ki, kim Qədirxum günü oruç tutsa,
Allah 60 illik günahların bağışlayar. Həzrəti Əmirəl-Müminin əleyhissalam, İmam Əli əleyhissalam buyurur ki, kim Qədirxum günündə bir nəfərə iftar versə, sanki milyonlarla insana iftar verib, peyğəmbərlərə iftar verib, 124 min peyğəmbərə. Siddiqlərə iftar verib, siddiqlər bilirsiniz kimdir? Həzrət Əleyhisselam Nəhcül Bəlağədə buyurur, mənəm böyük siddiq. Həzrət Əleyhisselamın Nəhcül Bəlağədə sözü buyurur, mənəm böyük siddiq. Həzrət Zəhranın adlarından bir nədir? Siddiqə. Qədirxum günündə bir nəfərə iftar vermək, elə bil Həzrət Zəhra salamullah əleyhaya iftar verirsən. Həzrət Əli deyir, bunu. Elə bil İmam Hüseyin ağaya iftar verirsən, İmam Həsən ağaya iftar verirsən. Çünki Həzrət Əli buyurur ki, şəhidlərə qonaqlıq verirsən. Təsəvvür edirsən? Tanımadığın, bilmədiyin hətta yoldan keçən bir nəfərə yemək verməyin fəziləti bu qədərdir. O günün böyüklüyündəndir. Günün əzəmətindəndir. Bilirsiniz, Quranda bir dənə ayədə Allah bir dənə söz işlədib, əyyamullah kəlməsi işlədib. Allah günləri. Deyirlər Allahın bu 365 gün ki var ildə, bu günlərin hamısı Allahındır da, niyə xüsusi günlərə Allah günləri deyirlər? Böyük Quran təfsirçisi Ayətullah Cəvadi Amili Həfəzəhullah Teala və Həqqə Zəhra salamullah aleyha. Allah ömrünə bərəkət versin. Ağa buyurur ki, bu ki Allah deyir, Allah günləri, deyir bu günlərdə Allahın rəhməti xüsusi təcəlli elədiyinə görə Allah bunlara xüsusi olaraq Allah günü deyir. Yoxsa elə günlərin hamısı Allahın günüdür də. Qədirxum da əyyamullahdandır, Allah günlərindəndir. Allahın rəhmətinin xüsusi təcəlli elədiyi bir gündür. Ona görə bu günün əməlləri bu qədər fərqlənir. Ne inirsənsə, da burada 1'ə 10 deyil ha. Zaten o telefon söhbəti yığışma deyirsən ki, abal haberimiz qutarmır ev söhbəti. Nə məsələdir? Ayə var. Mən cəə bil həsənəti fələhu əşrü əmsaliha. Kim bir savab xeyir iş görsə, Allah ona 10 bərabər verər. Ayətullah Məkarim Həfəzəhullah Teala təfsir nümunədə buyurur ki, bu ibtidai başlanğıc mərhələsidir ona əvəz. Deyir əməllər var ki, minlərlə əvəz verirlər. Necə ki, bu Qədirxumda görsənir. İmam Sadiq buyurur ki, sən bir gün oruç tutursan, 60 ilin günahı bağışlanır. Bir gün oruç tutursan, 60 ilin savabın verirlər sənə. Elə bir 60 il dayanmadan oruç tutmuşsan. O günün böyüklüyündəndir. İmam Sadiq ağa buyurur, Qədirxumda çalışın möminlər, görüşün. Bir araya gəlin, o gəlməyən möminlərə deyərsiniz ki, tənbəllik eləməsinlər. Heç olmazsa ömür satsa gələn Qədirxuma gəlsinlər inşallah. İmam Sadiq ağa buyurur, Qədirxumda bir araya gəlsiniz. Möminin üzünə gülsə, Allah qiyamətin gülüşünü ona ruzu eləyəcək. Qiyamətin çətinliklərindən onu xilas eləyəcək. Buna görə ki, Qədirxumda möminin üzünə gülmüşdür. Heç nə eləmirsən, ha, möminə heç nə vermirsən. Sadəcə bir möminin üzünə gülmək, İmam Sadiq ağa buyurur, o günün bərəkətindəndir də, qiyamətdə Allah səni güldürəcək. Qiyamətdə Allah səni güldürəcək. Ona görə bu günün əzəmətidir. Qədirxum bayramının böyüklüyüdür. Çünki bugün bir gündür ki, yəysəllədinə kəfəru min dinikum. Allah Peyğəmbərə dedi ki, sənin dinivə zərbə vurmaq istəyənlər, dinivi aradan aparmaq istəyənlər, dinindən məyus oldular. Yəni, dinivi aradan aparmaqdan məyus oldular. Bilirsiniz, bunun qəziyyəsi nedir? Bu ayə Qədirxumda nazil olan ayədir. Həzrət Peyğəmbər ki, Peyğəmbərliyə seçildi, əzizlər, bu tarixi bilirsiniz də, İslam tarixi. Peyğəmbər nə əziyyətlər çəkdi? Bu, heç kimə gizli deyil ki.
Hə? Hətta Həzrət Rəsulullahdan bir dənə hədis var. Ma uziyə nəbiyyum misli. Peyğəmbər buyurur, məni kimi heç bir peyğəmbərə əziyyət verməyiblər. Peyğəmbər misilsiz əziyyətlər çəkib. Qoy onu da deyim də hayıfdır. Adam əməl eləyə, riayət eləyə, Allahdan Peyğəmbərə xatir dua eləyə, istəyə ki, Allah onu mənə hörmət elə, o Peyğəmbərə əziyyət eləyənlərdən olmayayım. Və bu günün haqq cəbhəsinə zərbə vuranlardan olmayayım. Sual çıxa bilər də, deyərik ki, niyə görə Həzrət Peyğəmbər belə buyurdu? Halbuki Həzrət Peyğəmbər yatağında dünyasını dəyişir. Hə? Bir çox Peyğəmbərləri tikə-tikə doğrayıblar. Ürəkləri soymayıb düşmənlərin. O tikələrin yandırıb kül eləyiblər. Deyir, atardılar qazana, doğranmış Peyğəmbərləri o qədər yandırardılar ki, baxın, Cərciz Peyğəmbərin həyatında var. Kül olardı, yəni sümük də kül olardı, yoxa çıxardı. Sonra aparardılar, o külləri sulara səpərdilər. Yəni, bir çox Peyğəmbərləri belə eləyiblər də. İmam Səccad ağa buyurur, Qətələ bəni İsrail min tulu'il fəcri iləğurubiha səb'inə nəbiyyə. Bəni İsrail, Yahudilər, gün çıxandan gün batana 70 Peyğəmbərin başını kəsdilər. Allah bu günündə o qəddar, siyonist Yahudilərinə lənət eləsin. 70 Peyğəmbərin başını kəsdilər. Salam aleyküm. İmam Səccad ağa buyurur, gün çıxandan gün batana. Yəni bir sutkada da yox ha, bizim dildə desək. Yarım gündə. Gün çıxan, səhərdən axşamacan. Nə qədər Peyğəmbərlərin dərisini soyublar. Diri-diri dərisini soyublar. Dərisi soyulan Peyğəmbərlərdən biri deyirlər Həzrəti İsmail'dir. Həzrəti İsmail ibn İbrahim yox ha. Başqa bir Həzrəti İsmail. Əllamə Məclisi Peyğəmbərlər tarixində yazır ki, başqa bir dənə İsmail var idi. Quranda da ki, bir dənə onun adı keçir, Allah ona Sadiqul Vəd deyir. Bəzilər deyirlər ki, o İsmail, Həzrəti İbrahimin oğlu deyil. Həzrəti İbrahimin oğlunun adı da gəlib Quranda heç. Bu, başqa İsmail'dir deyirlər. Sadiqul Vəd. Vədəsinə əməl eləyən Həzrəti İsmail. Deyirlər, bir nəfərlə vədələşmişdir, o İsmail Peyğəmbər. Danışdılar, dedi ki, bir nəfər buna, ey Allahın nəbisi, sənin işin var, gözlə burada, məsələn, mən işim var, gedim onu görüm, gəlirəm, dedi ki, yaxşı gözləyirəm, gəl. Bu tərəf getdi, yadımdan çıxdı. Böyle yadımdan çıxdı, getdi başqa yerə. Deyirlər ki, 6 ay keçmişdi, o adam təsadüfən oradan qayıdırdı, gördü ki, Həzrət İsmail dayanıb orada. Salam, aleyküm, aleyküm, salam. Yəni, belə deyək də, dayanılası bir yer deyildi də, adam nə üçünsə orada dayanar. Dedi ki, ey Allahın nəbisi, burada niyə dayanmısan? Dedi, səni gözləyirəm. Dedi, necə məni gözləyirsən? Dedi, 6 ay bundan qabaq sən mənə dedin, gözlə gəlirəm, mən də söz verdim ki, gözləyirəm, da tərpənmədim. 6 ay dayandı orada. Elə belə olmur ki, sadiqul vəd olmaq. Yəni, adam bir həddə çatmaq üçün ki, Allah deyək ki, bu sözünə düz kişidir, da gərək belə ola da. 6 ay dayandı orada. Deyirlər, həmən Peyğəmbərin dərisini soydular. Diri-diri dərisini soydular. Mələklər nazil oldu ona. Dedilər ki, bizi Allah məmur edib. Bilirsiniz də, mələklər yəfəlunə ma yu'mərun. İxtiyar sahibi deyirlər. Allah nə əmr edirsə elə. Dedi, gedin o Peyğəmbərə görün, kömək istəyirsə kömək edeyim. Gəldilər, dedilər, ey Allahın nəbisi, bizi Allah məmur edib, gəlmişik sənə kömək eləməyə. Belə bizim dildə. Nə qulluğun, neyniyək sən üçün? Dərbi soyularda, bunları öldürək, bunları qıraq, səni götürək, yoxa çıxardaq, aparaq, gizlədək, neyniyək sən üçün? Dedi ki, yox, dəyməyin. Mən istəyirəm bu acını yaşayım. Biz Peyğəmbərlərə Allah bir nəfərdən danışıb. İstəyirəm, onun yaşadıqlarının bir zərrəsini yaşayın, görüm nə çəkəcək. Dedilər, kimdə o bir nəfər? Dedi, bizim bir sonuncumuz olacaq. O Peyğəmbər danışır. Peyğəmbərlərin sonuncusu kimdir? İslam Peyğəmbər. Dedi, bizim bir sonuncumuz olacaq, Xatəmən Nəbiyyin. Onun bir dənə nəvəsi olacaq ki, onun canişini olacaq və yer üzündə Allahın hüccəti olacaq. Onun başını kəsəcəklər.
Onun bədənini doğrayacaqlar. Atlar ayağı altında tapdalanacaq. Onun ailəsinin gözü qabağında doğrayacaqlar. Mən istəyirəm mənim dərimi soysunlar, mən görüm o nə yaşayacaq. Onun yaşadığı hissləri biraz yaşamaq istəyirəm. Dəyməyin, köməyinizə ehtiyac yoxdur. Dəyməyin, köməyinizə ehtiyac yoxdur. Bu günlər o günün əzəmətindəndir ki, Allah bu günlərə elə bir əzəmət verib ki, bu günlərdə ona görə əməllərin fəziləti bu qədər fərqlənib. Və kafirlər niyə məyus oldular? Sözümüz bu idi. Peyğəmbərlər gələndən peyğəmbərlərə zülüm da öldürdülər, doğradılar, yandırdılar, sürgün elədilər. Həzrəti Musa 10 il sürgün həyatı yaşadı. Tarix ixtilafları ola bilər də, təxmini. Və bu 10 ili necə yaşadı? Çobanlıq eləyərək. Düzdür, Allah onu əmin yerə göndərmişdi. Həzrəti Şüeybin çobanı idi. Yəni, Allahın Peyğəmbərinin çobanı idi. Eyni zamanda sonra o çobanlığın qarşısında Həzrəti Şüeybin qızı ilə də ailə qurdu. O Həzrəti Şüeyb həm də Həzrəti Musa'nın qaynatasıdır. Amma sürgünlük həyatı yaşadı, hicrət həyatı yaşadı və sair ilaxır. Ta gəldi İslam Peyğəmbərinə, sonuncu din gəldi, Peyğəmbər işgəncələrə məruz qaldı və ta gəldi oradan ki, dedi, məni qədər heç bir Peyğəmbərə əziyyət vermirlər. Deyirdik, bir belə Peyğəmbərlər birinin dərisini soyublar, birini yandırıblar, birini doğrayıblar. Peyğəmbər yatağında ölür. Bəs niyə dedi, məni kimi heç kimə əziyyət verməyirlər? Ma uziyə nəbiyyum misli. Peyğəmbər bunu, məni kimi heç bir Peyğəmbər əziyyət verməyir. Dedilər, ya Resulallah, bəs başı kəsilənlər, doğrananlar, kikə olanlar, niyə sən bu cür deyirsən? Buyurdu ki, onları eləyənlər kafirlər idamsın. Amma mənə xəyanət eləyənlər yanımdakilardır. Adamın yanındakının xəyanəti adamı çox yandırır. Allah rəhmət eləsin İmam Xomeyniyə, o böyük kişiyə, Rizvanullah Teala aleyh. Bir arada deyilmiş ki, dostların xəyanəti yandırdı məni. Dostun xəyanəti adam pis yandırır. Düşmən düşməndir. Həzrət Peyğəmbər buyurur ki, Peyğəmbər buyurur, kafirdən qorxmayın ki, bunun mövqeyi bəllidir də bu kafirdir. Münafiqdən qorxun, həm sənin yanındadır, həm onun yanındadır. İkiyüzlüdən qorxun, düşmən bəllidir də, o içindəkindən qorxun. Düşmən mövqeyi bəlli, sənin də ona qarşı mövqeyin bəlli. Vay o gündən ki, adamın, o böyüklər deyərlər, Allah rəhmət etsin, düşmən ocağının başında olar. Süfrəsinin başında olar. Yanında olar. Hər gün görüşə onunla. Axırda sonra məlum olur ki, bu ev yıxmaq üçün bunun yanındaymış, iş vermək üçün gəlirmiş bunun yanına. O adamı çox yandırır. Peyğəmbər buyurur, mən buna görə deyirəm ki, mənə ən çox əziyyət vermirlər. Çünki mənim yanımdakılar mənə xəyanət elədi. Allah Həzrət Əli boyda kişini nümayəndə seçdi. Peyğəmbəri də carçı və elançı elədi. Elan elədi Həzrət Rəsulullah ki, məndən sonra bu kişi imamdır. Elə Peyğəmbər gözün yuman kimi xəyanət elədilər. Gözün yuman kimi. Eyb yoxdur Həzrət Əlini kənarlaşdırmaqla xəyanət eləsəydilər, bəlkə də bu qədər yandırmazdı bizi. Dözmədilər, getdilər Peyğəmbərin qızı Həzrət Zəhranın evini də yandırdılar. Amin Allah. Hə, budur Peyğəmbəri narahat eləyən. Peyğəmbər bunu görürdü axı. Peyğəmbər bunları görürdü. Dedi, mənim yanımdakılar mənə xəyanət elədi. O biri Peyğəmbərləri kafirlər öldürürdü. Məni müsəlmanlar öldürdü. O biri kafirləri Peyğəmbər balalarını, müşriklər, bütpərəstlər, kafirlər doğrayırdılar. İmam Həsəni kim doğradı? İmam Həsən bir üstə zəhərləndi və cigərləri doğrandı. Kim elədi? Həyat yoldaşı. Müsəlman idi da. Bir müsəlmanın qızıydı da. İmam Hüseyni kim tikə-tikə doğradı? Namaz qılanlar, müsəlmanlar, möminlər. İmam Hüseynə hətta ağa gəl deyib məktub yazanlar. Ona görə bu günləri, qoy elə bunu da deyim. Bəzən bir yerdə çıx deyəməm qabağıma,
O vəhabilər deyirlər ki, Allah hamısına lənət eləsin. Bütün sastavları ilə bir yerdə. Deyirlər ki, İmam Hüseyni özünüzünkilər qətlə yetirib də, dəvət elədilər, sonra da cavab vermədilər. Belə bir söz deyirlər. Əgər bir nəfər İmam Hüseyni dəvət eləyib, sonra da cavab vermirsə, o özümüzünki deyil ki. O xaindir. O şiə deyil ki. Deyirlər ki, şiələr öldürdülər də İmam Hüseyni. Niyə? Dəvət elədilər, sonra da qaçdılar. Bir nəfər qaçıbsa, bu şiə deyil ki. Bu imam tərəfdarı deyil ki. Bu xaindir, bu satqındır. Şiə bilirsiniz şimdi? Səlman, Əbu Zər, Əmmar və s. Malik. Malik kimdir? And ol Allah'a mən bilmirəm. Bir dənə sözü var. Həzrət Əleyhisselamın Malikin barəsində mən bugün də o sözü başa düşməmişim. Deyir ki, Malikin mənə nisbəti, Həzrət Əleyhisselam deyir, mənim Peyğəmbərə olan nisbətimdir. Deyir, mən Peyğəmbərə necə lazım idimsə, Malik mənə o qədər lazımdır. Bu kimdir ki, bir dənə məsum bunun üçün bu sözü deyir. Bu nə deməkdir görəsən? Yəni, insan nə həddə çatır ki, məsumun gərəklisi olur, lazımlısı olur. Elə-belə məsələ deyil, bir nəfər məsuma lazım olan. Bildin? Adətən bu dünyada bizə lazım olan şeylər hamısı nə üçündür? Nəfsimiz üçün. Hətta insanların lazımlılarını da nəfsimizə görə seçirik. Kim bizim maraqlarımıza cavab verirsə, o bizə lazımlı adam sayılır. Kim maraqlarımıza cavab vermirsə, haqq da olsa, düz də olsa, haqqı desə, düzü desə də, tüm mənim maraqlarıma cavab vermir, deyirəm, o da kobud adam deyə. Lazım. Niyə? Çünki düzü demişdi. Əslində o kişi oğlu kişiydi. Sən xəbərin yoxdur, çevrəni yaltaq basıb. Elə bilirsən üzvə gülənlər səni istəyənlərdir. Amma Həzrət Əli kimə deyər ki, mənə lazımdır? O adam ki, Allaha lazımdır. Allaha lazım olmayan heç vaxt Həzrət Əliyə lazım olmaz. Allahın dininə lazım olmayan heç vaxt Həzrət Əliyə lazım olmaz. Əgər Həzrət Əli Aleyhisselam deyirsə ki, Malik mənə lazımdır, deməli Malik Allaha lazımdır. Əgər Həzrət Əli Aleyhisselam bir nəfər üçün deyirsə ki, bu lazımlı adamdır, deməli Allah deyir ki, bu lazımlı adamdır. O Allah üçün lazımlı adamdır. Bu qədər xəyanət, bu qədər sıxıntı hamısı kimdən oldu? Müsəlmanlardan. İndi Allah bizə pənah versin ki, müsəlman olduğumuz halda, namaz qılan olduğumuz halda, hətta bəzən qıraqdan bizə mömin deyildiyi halda əksi olsun. İnşallah çox vaxtımızı almayın. Qədirxum bayramı nədir? Onu bir dənə qısa adi ibarətlərlə deyim. Bir dənə hədis deyirəm, tamam. Qədirxum bayramı ki, son zamanlarda üzləşirəm deyə mən deyirəm ha, bu sözü. Bəzən yəni adam elə fikirləşir ki, bu cür suallar yaranmaz cəmiyyətdə, amma görürsən ki, yaranır. Ki, Qədirxum bayramı nə bayramıdır? Bunun da əlbəttə bir səbəblərindən biri müstəmədir. Bu onu göstərir ki, cəmiyyət hələ çox daldadır. Bu narahat edici bir şeydir, ya sevindirici bir şey deyil ki, bu qəlbi yaralayıcı bir şeydir. Yəni, indi o sualın vaxtı deyil axı. Amma neynəkdə də məcbursun da, gərək də olur. Qədirxum, əzizlər, üzr istəyirəm, demirəm buradakılar bilmir. Ümumi də elə məlumat deyək, üçün də yazılır, qoy elə qeyddə qalsınlar. Qədirxum bilirsiniz, bir çölün adıdır. Məkkə ilə Mədinə şəhərlərinin arasında, Səudi Ərəbistan. Sadəcə bu hadisə, bir mühüm bir hadisə orada baş verdi deyə bu bayramın adı qaldı Qədirxum bayramı. Yəni Qədirxum əslində bir dənə adresdir, bir dənə ünvandır Qədirxum. Çöldə bir dənə yerin adıdır. Bu hadisə orada baş verdi deyə bu yerin adı qaldı Qədirxum. Amma məsələ nədir? Bu nə bayramıdır Qədirxum bayramı? Əsas məsələ budur. Və İslamda bilirsiniz də, belə şeylərimiz çoxdur da bizim. Yəni yerlə bağlı hadisələrə adın verilməsi. Fəthi Məkkə. Məsələn, Məkkənin fəthi. Əslində o
İslamın bütün dünya üzərində qələbəsi idi. Amma Məkkə şəhərinin fəthi ilə adlandı. Bədir müharibəsi. Bədir quyularının yanında baş vermişdi də oldu Bədir müharibəsi. Ühud müharibəsi. Birinci İslamda Bədirdir, sonra ikinci müharibə Ühuddir. Ühud dağının ətəyində baş vermişdi. Yəni o yerin adına görə o yer oldu, hadisə onunla adlandı. Ühud müharibəsi. Quba məscidi. Tanıyorsunuz Quba məscidi. İslamda ilk tikilmiş məscid. Həzrət Peyğəmbər Mədinəyə gələndən sonra Quba məntəqəsində ki, Mədinədə var idi, məscid tikdi, Quba məscidi. Yerə görə ad verildi ona. Yəni İslamda belə şeylər çoxdur. Yerə görə hadisələr adlanıblar. Bu günündəki adı Qədirxum bayramı elə yazılanda da budur yazılır. Qədirxum bayramı, bu Qədirxum bayramı nə bayramıdır? Qədirxum çölündə baş vermiş bir hadisədir. Amma nə hadisəsidir? Qədirxum bayramı əslində imamət və vilayət bayramıdır. Qədirxum bayramı Həzrəti Əli əleyhissalamın Allah tərəfindən imamətinin yer üzündə insanlara Allahın Peyğəmbəri tərəfindən elan olunma bayramıdır. Qədirxum bayramı həmən o ayənin nümunəsidir. Əl-yevmə yeysəllədinə kəfəru min dinikum. Kafirlərin dininizdən məyus olan günlərdir. Niyə? Çünki kafirlər deyirlər ki, Peyğəmbər ki, o işlər görürdü, get-gedə nüfuz artır, güc artır. Yəni, əvvəldən nə qədər təzyiq verdilər, gördülər, bunun qabağını ala bilmirlər. Peyğəmbərin o 10-11 illik təxmini Məkkədəki yaşam dönəmi, sıxıntılar, hicrətə qədər də, işgəncələr, əziyyətlər, Peyğəmbər da başına açılmayan oyun qalmadı. Zibil atırdılar Peyğəmbərin üstünə, heyvanların ətənəsini götürüb atırdılar Peyğəmbərin üstünə, namaz qılanda. Yolla keçirdi, uşaqları öyrədirlər ki, onu daşlayır. Uşaqlar başlayır Peyğəmbərə daş atmağa, üzr istəyirəm. Ağız sularını atırdılar Peyğəmbərin üstünə. Peyğəmbər bunların hamısından istəyirlər ki, qabağını alsınlar. İstəyirlər qabağına, olmadı. Təhdid olmadı, tətmiq olmadı. Yəni, maraq oyatmaq istədilər, olmadı. Hədə qorxu gəldilər, olmadı. Dedilər pul verək olmadı. Dedilər karvan verək olmadı. Mülk verək olmadı. Qızıl verək, qaşdaş verək, brilyant verək olmadı. Olmadı. Peyğəmbər hicrət elədi. Başını götürdü, getdi Mədinəyə. Mədinədə İslam hökuməti qurdu və yavaş-yavaş İslam genişlənir. Gördülər, yox da bu genişlənmək var. Da bunun qabağını almaq olmayacaq. Ən yaxşısı budur. Bu dünyadan gedəndən sonra İslamın kökünü kəsərik. Elə düşünürdülər. Peyğəmbər dünyasını dəyişsin, sonra İslamın aradan apararıq. Deyir, Peyğəmbər Həzrəti Əleyhisselamın vilayətini elan elədi ki, məndən sonra ümmətin rəhbər və imamı budur. Dedilər, yox, bu elə Peyğəmbər kimi bir kişidir. Bu olandan sonra dinə heç nə eləyə bilməyəcək. Ona görə Allah o ayədə kafirlərin qəlbindən keçəni Peyğəmbərə ayə ilə dedi. Peyğəmbər, əl-yevmə yeysəllədinə kəfəru min dinikum. O kafir olanlar ki, qəlblərində düşünürdülər, sən gedəndən sonra sənin dini və aradan aparacaqlar, Həzrət Əlinin imamətə seçilməsi ilə məyus oldular. Ki, yox da bir şey eləyə bilməyəcək, bu da əldən çıxdı da, biz bu dinə heç nə eləyə bilməyəcək. Qədirxum bayramı imamət və vilayətin bayramıdır. Qədirxum bayramı Allahın Peyğəmbərə nazil olmuş din və Qur'anının qorunulub saxlanmasının elan olunan günüdür. Çünki imamət olmasaydı getmişdi. Qədirxum bayramı haqqın bayramıdır. Haqq sevənlərin bayramıdır. Qədirxum bayramı həqiqətən Allahı eşidənlərin bayramıdır. Həqiqətən Peyğəmbəri eşidənlərin bayramıdır. Peyğəmbər deyir bunu, yəni mən bədahətən gəlir zehnimdən, öz buxarat-ı sinədən döyür. Peyğəmbər deyir bunu, yəni mən bədahətən gəlir zehnimdən, öz buxarat-ı sinədən döyür. Peyğəmbər buyurur, əgər bir nəfər desə ki, mən Peyğəmbəri sevirəm, amma oğlum Əlini sevməsə yalancıdır. Qədirxumu qəbul eləməyənlər yalancıdırlar. Peyğəmbərin dili ilə yalancıdırlar, bizim dilimizlə yox. Mən Peyğəmbəri sevirəm, amma Qədirxumu qoy qırağı, sən yalan deyirsən. Bugün bacılar da burada da rahat danışacaq deyirlər. Bir dənə bunu deyirlər ki, sən yalan deyirsən. O kimlərə ki söz deyəcəkdimi, qurban olsunlar bacılara.
Bəli. Yalan deyirsən də, qardaş. Mən demirəm ki, Həzrət Rəsulullah buyurur. Kim iddia eləsə ki, mən Peyğəmbəri sevirəm. Amma Əli ibn Əbi Talibin imamətini qəbul etməsə, Peyğəmbər buyurur, yalancıdır. Peyğəmbər buyurur, yalancıdır. Sən necə deyə bilərsən ki, mən Peyğəmbəri sevirəm? Bugün həqiqi haqq tərəfdarlarının bayramıdır. Niyə? Çünki deyiblər biz Allahı qəbul edirik, Peyğəmbəri qəbul edirik və Peyğəmbərdən sonra Həzrət Əlini qəbul edirlər və bugünü bayram edirlər. Həqiqi haqq tərəf. Doğrudan Peyğəmbəri eşidənlərin söz bayramıdır bugün. Peyğəmbərə qulaq asanların bayramıdır bugün. Peyğəmbəri böyük bilənlərin bayramıdır bugün. Dildə deməklə olmur Peyğəmbəri böyük bilmək. Sözdə deməklə olmur Peyğəmbəri qəbul eləmək. Allah deyir, Ətiyullah və Ətiyur Rəsul və ulil əmri minkum. Allaha itaat edin, Peyğəmbərə itaat edin və əmr sahiblərinə itaat edin. Şimdi götürüb çıxardırlar və əmr sahiblərində şükür Allah, krallar eləyirlər. Yenə də qurban olasınız. Ay əmr sahibini kral bilənlər. Yəni, necə ola bilər? Deyirlər ki, əmr sahibləri ki, biz deyirik imamlardır. Özdə biz demirik ya. Və ya da bir məsələ oldu, bir ayə oxudu. Dedim, bəzən soruşurdular bunları. Bu ayə nazil oldu, Peyğəmbər ayəni oxudu. Cabir ibn Abdullah Ənsari durdu ayağa, sual elədi. Əhl-i Sünnənin ən mötəbər kitabı olan Səhih Buxaridə də bu hədis var. Cabir ibn Abdullah durdu, sual elədi. Peyğəmbər, Allahı bildik, səni bildik. Əmir sahibləri kimdir? Ad gəlməyib bax orada. Allahla Rəsul məlum. Əmir sahibləri kimdir? Səhih Buxaridə Peyğəmbərin bu hədisini gətiriblər, özdə demədi ya imamlar. 12 imamı ad-ba-ad sayıb. Bu hədis gəlib orada. Bu ayənin təfsirində. Ad-ba-ada. Başladı Həzrət Əlidən İmam Zaman ağaya qədər Peyğəmbər saydı. Və bunu səhihdə gətiriblər. Onlar öz səhih kitablarında. Dedi ki, bax, bunlardılar. İndi bugünlər deyirlər ki, yox, əmr sahibləri öz zamanında vəzifədə olanlardır. Yəni, baxın, əslən belə, bax, məntiqlə danışaq. Bugün zalimlərin elədiyini görürük. Məsələn, Trump'ın elədiyini görürük, hə? Allah lənət eləsin. Netanyahun elədiyini görürük, hə? Bir dənə də bunların müqabilində bizim Allahımız var da. Heç Allahın Allahlığına yaraşar ki ya, deyə ki, Netanyahu'ya qulaq az. Ay, bədbəxtlər, bəs niyə deyirsiniz ki, sən zəmanədə vəzifədə kimdirsə ona qulaq asmalısın? Əslən, Allaha yaraşan iş deyil axı bu. Allah sənə deyir ki, get zalıma qulaq as. O neynir? Görsən vəhabilər çıxırlar, üzr istəyirəm. Qurban olasınız sizi vəhabilər. Deyirlər ki, deyə bilmirəm, sözüm ürəyim partladı. Məsələn, deyirlər ki, hakim zülm deyiləsə etiraz edənlərsən. Özdə onu yayırlar sosial şəbəkə. Görürsünüz də indi. Sosial şəbəkələrdə yayırlar. Yalancının atasına lənət. Bu necə ola bilər? Bir nəfər səhv eləsin, Allah sənə deyək ki, səhvi demə. Əgər səhvi demək yox idisə, Allah 100 gün dönüb Peyğəmbər niyə göndərirdi? Səhvləri demək üçün göndərməyib. Allah Peyğəmbərlərin göndərilmə səbəbini bizə Quranda göstərir. Huvəl-ləzî bəğətə fil-ummiyyinə rəsulən minhum niyə yətlu aleyhim ayati və yüzəkkihim. Yüzəkkihim, yəni o pislikləri təmizləmək üçün, səhvləri düzəltmək üçün. Peyğəmbərlərin gəlmə səbəbi bundan ibarətdir. Səhvləri düzəltsinlər. Bunlar deyirlər ki, yox, zamanənin hakimi kim olur olsun, əgər o hakimsə onu sənə Allah edeyim. Kim deyir onu sənə Allah edeyim? Sən saxta yolla gəlib birini özünə hakim seçmirsən, deyirsən ki, buna Allah edeyim. Belə bir məsələ yoxdur ki. Yəni, kim neyinir eləsin, sən ona heç nə deyə bilmərsən. Kim nə istəyir eləsin, sən bu ədalətdən, haqdan, düzgünlükdən, həqiqətdən, məntiqdən, ağıldan kənar bir şey. Heç fərz eləyin ki, din yoxdur. Baxın, 100 gün dönüb Peyğəmbər seçilməyib, heç bir kitab nazil olmayıb, heç əslən belə bir söhbət yoxdur. Bir dənə həyatda yaşayırıq ki, nə Allah özün bizə tanıtdırıb, nə də Peyğəmbərləri gəlib, heç nə yoxdur. Bir dənə ictimai həyatı nəzərə alın. Bir nəfər gəlib hakim kəsilib cəmiyyətə, gücü çoxdur, istədiyini eləyir. Cəmiyyətin ağlı və məntiqi bunu qəbul edə bilər? Eləyə bilməz ki.
Nə olsun, nə hakim keçsin? Ola bilər birinin pulu çoxdur. Gəlib pul vasitəsilə bir vəzifəyə yiyələnib. Ola bilər, məsələn, bunun adamı çoxdur, o adam vasitəsilə, güc vasitəsilə, zor vasitəsilə gəlib bir vəzifəyə yiyələnib. Bu mənası bu deyil ki, bu nə istəsə eləyə bilər. Siz bu cür deyirsiniz, siz deyirsiniz ki, bir nəfər gəlib hakim olursa, hər nə variantla olur olsun. İstəyir pulla, istəyir zorla, istəyir adam gücü ilə, istəyir hər kimin, zalimin dəstəyi ilə rəiyyətin borcudur ki, buna qulaq assın. Belə məntiq, belə din ola bilməz axı. Yerə deyirəm, din yoxdur axı. Belə ağıl bunu qəbul eləməz axı. Çünki bilirsiniz də, Allahın dinində ağlın və məntiqin qəbul eləmədiyi iynə ucu qədər də nöqtə yoxdur. Allahın dini məntiq dinidir. Allahın dini məntiqləndir. Ola bilməz ki, belə bir şey olsun. Bunlar deyirlər ki, yox. Əgər hakimdirsə, kim olur olsun, sən ona itaət eləməzsən. Mən and içmirəm, amma belə andsız deyirəm ki, mənim buna yəqinim var. Və bu yəqinimi Allahımı şahid tuturam. O sözü deyənlər də bilirlər ki, yalan danışırlar. Sadəcə dünya rifahları qurban vermək istəmirlər. Yaltaqlığı buna görə edirlər ki, 5 günlük həyatda rahat yaşasınlar. Və salam şüd tamam. Və onlar kimdirlər bugün? Vəhabilər və əmsal vəhabilər. Hər kim. Bəzən də elə ocağımızın başında olanlar Kərbəlayı, tək vəhabilər deyil. Bəzən də elə ocağımızın başında olanlar. Sənin İmam Hüseynə məktub yazıb küfədən çıxmayanlarla nə fərqin var? Zalimin çaldığını oynayan. Nə fərqin var? İmam Hüseyni çağırdın, çıxmadın bayrağa. Oturdun, bəhanə də götürdün ki, yox da mən bunlarla neyini yedim. Görsən, Allah küfənin ən iki qocasının vasitəsilə onların bəhanəsini kəsdi. Kim idi onlar? Həbibi ibn Məzahir, Müslim ibn Ovsəcə. Qiyamətdə heç kim deyəməsin ki, gedə bilmədim. Deyir, 90 yaşında Həbib necə getdi? Sən də gedə bilərdin. 80 yaşında Müslüm necə getdi? Sən də gedə bilərdin. Yetər ki, istəyeydin. Yetər ki, istəyeydin. Bəs bugün həqiqi haqq tərəfdarlarının bayramıdır. Amma Allah bizə tövfiq versin ki, həqiqi haqq tərəfdarı olaq. Burada deyirəm, əşhədu ənə əliyyən vəliyyullah. Çıxıram bayra deyirəm, əşhədu ənnə nəuzu billah. Əvvəldən əstəğfirullah Rəbbi və ətubu. Qoy deməyim də, sonra bu hissəsini kəsərlər, deyərlər ki, elə belə dedi. Məsələn, Həzrət Əlinin vilayətini qəbul edir, istəyir mərəbcəsini deyim, şeyxanada qoy deməyim. Sonra da çıxır deyir ki, yox elə Muaviyyə də yaxşıdır. Muaviyyə də lənət, Muaviyyəyə yaxşı deyənə də lənət. Sonra ibarəti kəsərlər, paylaşarlar ki, filan kəs Muaviyyəyə vəliyullah deyir. Amma var da bəzən. İmam Hüseyin üçün deyir vəliyullah, Allahın hüccətullah. Sonra çıxır bayrağa. Deyir ki, hər yer İmam Hüseyin mənim imamım deyə. İndi Yezid deyir, belə elə eləyim də baş üstə. Adı bir müəyyənləşdir də mövqeyi qardaş. Sən Yeziddənsən ya İmam Hüseyindənsən, kimin tərəfdarısan bir müəyyənləşdir də qardaş. Bu bayram həqiqi haqq sevənlərin bayramıdır və Allah bizi elə o haqda sabit qədəm eləsin. Yəni, elə söz gələndə deməyək, əşhədu ənə əliyyən vəliyyullah. Əliyyən vəliyyullahın bilirsiniz də, zərbələri çoxdur. Əl-bəlaul lil-vila. Vilayəti qəbul edənlər həmişə bəladadırlar. Allah dostları həmişə bəladadırlar. Bunu deyirsənsə, bunun dalı var, ha? Nədir bunun dalı? Bir gün səni asacaqlar və asaraq öldürməyəcəklər. Bədən üzvlərini tükə-tükə kəsəcəklər ki, qanunu itirib öləsən, Meysəm Təmmar kimi. Meysəmi niyə o cür elədilər? Bir dənə günahı var idi. Deyirdi ki, əşhədu ənə əliyyən vəliyyullah. Hücr ibn Udey ya Hücr ibn Adi oğlu ilə bir yerdə başını kəstilər. Nə günahı var idi bunun? Hücr zəmanəsinin ən yaxşı kişilərindən idi ya. Bir dənə səbəb var idi. Deyirdi, əşhədu ənə əliyyən vəliyyullah. Başqa bir səbəb yox. Bir dənə bu idi. Və sair ilaxır. Gəl yavaş-yavaş üzü yuxarı. Həzrət Əbəlfəzin niyə tikə-tikə qoğradılar? Deyirdi, əşhədu ənə əliyyən vəliyyullah. Həzrət Əli Əkbər niyə tikə-tikə qoğradılar? Deyirdi, əşhədu ənə əliyyən vəliyyullah.
İmam Hüseyin ağa deyir, tikələrin əbanının içinə yığdı. 6 aylıq körpəni niyə 6 aylığında oxla vurdular? Bilirdilər, dil açan kimi deyəcək, əşhədu ənnə əliyyən vəliyyullah. Tarixdir ya bu. Yəni, mən bunu özümdən demirəm, bu cür deyəcəkdi deyə öldürdülər. Şəhid elədilər Həzrət Əli Əsqəri. Tarixdir. Hərməliyə sual verdilər. Dedilər, Hərmələ, Allah lənət eləsin. O 6 aylıq körpədən nə istəyirdin? Niyə onu sən vurdun? Səninlə onun nə düşmənçiliyi, sənin onunla nə düşmənçiliyin. Ərəblərin bir qüruru var idi da. Dedilər, sən tanınmış bir pəhlivansan. Sənə yaraşmaz axı 6 aylıq körpəyə özü də oxla vurasan. Hə? Niyə vurdun sən onu? Bir Hərmələ cavabında dedi ki, mən bilmirdim ki, o kimdir. Mən əslində onu vurmadım ki. Mən Hüseyin ibn Əlinin qucağını oxladım. O qucaq ki, oradan Qasimlər, Əli Əkbərlər çıxıb bayaqdan görmürsünüz, meydanda neynirlər? Onlar bilirdilər, bir gün Əli Əsqər gəlib deyəcək, əşhədu ənnə əliyyən vəliyyullah, onu deməkdən qabaq boğazını kəsdilər. Bütün zamanlarda bu durum və bu günləri kimlər zülmə məruz qalıb, kimlər ki deyir, əşhədu ənnə əliyyən vəliyyullah, Muaviyyəyə ləbbeyk deməyənlər həbsdə, zindanda, zülümdə, işgəncədə, Yahudinin siyasətini bəyənməyənlər vətən xaini, xalq düşməni. Niyə? Yahudilər çalanı oynamırlar. Siyonistlər kimi bunlar məsələn gəlib dində bidət yaratmırlar. Bilirsiniz bugün dində yaranan bidətlər siyonistlərin göstərişi iləndir də, Yahudinin göstərişi iləndir də. Bəziləri də buna gedir. Biri bayramı dəyişir, biri matəmi dəyişir, biri yası dəyişir, biri toyu dəyişir. Niyə? Buna görə ki, məsələn, Yahudilər razı qalsınlar. Dəyişməyənlər anı? Dəyişməyənlər zülümdə. Dəyişməyənlər zillətdə. Dəyişməyənlər işgəncədə. Dəyişməyənlər sürgündə. Niyə? Çünki onlar dedilər, əşhədu ənnə əliyyən vəliyullah və çönmədilər. Səni öldürəcək. Dedi ki, fəxr eləyərik. Həzrət Peyğəmbərin sözü idi, müharibəyə gedəndə müsəlmanlara deyirdi ki, kef edin. Belə bizim dildə də. Deyirdi ki, kef edin, belə sevinin, ürəyiniz açılsın, belə xoş sözün halınıza. Ölsöz də, öldürülsöz də. Ya Resulallah, şimdi öldürməyi bildik, ölsək niyə? Deyirdi, 2 halda da cənnət qazanırsınız. Kafiri öldürsün də Allah sənə cənnət verəcək. Kafir səni öldürsə də ki, şəhid olacaqsan, yenə cənnət verəcək. Çox əcib qəribdir ya. Gözəlliyə baxın İslamda. İslamı müdafiə eləmək üçün gedirsən. Ya ölürsən, ya öldürülürsən. Hər ikisi xoşbəxtçilikdir. Hər ikisi səadətdir, özü əbədi səadət. Allah bütün həbsdə olan əzizlərimizin qapısını açsın inşallah. Allah Həzrət Əli Əleyhisselama xatir tezliklə onları xilas eləsin inşallah. Gözəl ustadımız Şeyx Sərdar deyirdi ki, bir nəfər bu həyatda Allahdan şəhadətdən başqa bir şey istəsə, balaca şey istəyir. Bir nəfər şəhadətdən başqa bir şey arzulasa bu həyatda, balaca, uduzub. Niyə? Deyirdi, çünki hər nə istəsən bu dünya varından, dövlətindən, maddiyyatından bir gün bitəcək, qutaracaq, tükənəcək. Şəhadət elə bir şeydir ki, dünya və axirətin xoşbəxtçiliyi əbədi səadəti sənə verir. Əbədi xoşbəxtçiliyi sənə verir. Bundan başqa doğrudan adam nə alsa uduzub da, özdə elə İmam Sadiq ağa deyir bunu. Səmənukum əl-cənnə. İnsanlar, sizin dəyəriniz cənnətdir. Fəla təbi'uha illa biha. Özünüzü ondan ucuza satmayasınız. Şəhid də cənnət qazanır və əbədi səadət qazanır. Deməli, bir nəfər istəyirsə, tam bir şey istəsin Allahdan, şəhadət istəsin gərək. Şəhadət istəsin gərək. Bugün haqqı deyib, haqqın üstündə dayanan və Əliyyən Vəliyullaha görə hər şeyindən keçənlərin bayramıdır. Hər şeyinə görə Əliyyən Vəliyullahı qurban verənlərin bayramıdır. Zahirən Əliyyən Vəliyullah desən, ona bir şey verməzdir. Çox da qırağac. Bayramımız mübarək olsun. Bir dənə hədis deyim. İmam Rıza əleyhissalamdan təbərrük. Tamam.
5 dəqiqə. İmam Rıza Aleyhisselam buyurur. Şiənin 3 əlaməti var. Bu 3 əlamət kimdə olsa bizim dostumuzdur. Bizdəndir. Kimdə olmasa fəleysə minna. İmam buyurur bizdən deyil. Bizim şiəmiz deyil. Sözə bax ha. Dediğim sözü buna tamamlayıram. Yani ola bilər zahirən deyir Əliyyəm Vəliyullah. Hətta gedir İmam Rıza'nın ziyarət deyir. Ama İmam Rıza deyir ki fəleysə minna, bizdən deyil. Özdə demir minni, demir məndən. Minna yəni biz əhl-i beytdəndir. Onda məsum heç bir onu qəbul eləməyəcək. Əgər bu xüsusiyyət kimdə olmasa, İmam buyurur ki, bizim şiələrimiz bulardır. Yəni çalışaq ki, bunlar bizdə olsun. Şiənin birinci əlaməti budur. Əl-musallimunə li-əmrina. Bizim əmirlərimizə tabi edilər, təslimdirlər. İkinci xüsusiyyəti şiənin. Əl-axidunə bi-qavlina. Bizim sözlərimizə əməl edirlər. Üçüncü xüsusiyyəti şiənin əl-muxalifunə li-ə'daina. Düşmənlərimizə müxalifdirlər. Düşmənlərimizlə süfrə başında oturmurlar. Düşmənlərimizlə çörək kəsmirlər. Düşmənlərimizlə qardaşlıq eləmirlər. Düşmənlərimizlə yoldaşlıq eləmirlər. Düşmənlərimizlə dostluq eləmirlər. Əliyyəm Vəliyullah deyib Yezidlə oturub durmurlar. Ömər Sədlə oturub durmurlar. Şimirlə oturub durmurlar. Yox bəyən bugünün zamanının Ömər Sədləri, Şimirləri, Yezidlər var da qardaş. O vaxt için o vaxt bir dənə idi, indi milyonlarlandır. Bəziləri də deyir Əliyyəm Vəliyullah Muaviyyə ilə otururdur. İmam Rıza Aleyhisselam deyir ki, bunlar fəleysə minna. Bizdən deyirlər düşmənlərimizlə müxalif olmayanlar. Bir nəfər ki, imamətə düşmənçilik eləyir, İmam Hüseyin məktəbinə daş atır, İmam Hüseyinə daş atır, sən də onu yaltarzasına yola verirsənsə, sən Hüseyinci deyilsən. Sən Hüseyinci deyilsən. Sən Əli şiəsi deyilsən. İmam Rıza ağa buyurur, bu xüsusiyyət kimdə varsa şiədir, yoxdursa şiə deyil. Bizim sözümüzə təslimdir. Təslim ha. Məcburam mən bəzi izahlar verim. Təslim bilirsiniz nədir? Səlman deyir, Həzrət Əli Aleyhisselam mənə dedi ki, Səlman, bilirsən təslim olmaq nədir? Dedim ki, ağa nədir? Dedi ki, meyyitin qəssaləyə təslim olmağı. Qəssalə yəni meyyit yuyan. O mürdəşir ki, meyyiti yuyur ha. Meyyitin yanında, meyyitin özündən bir ixtiyarı olur. Hara çöndərirsə meyyit orada qalır da. Həzrət Əli deyir ki, şiə odur ki, biz hara çöndərsək orada qalsın. Harada oturtsaq orada otursun. Hardan durğuzsaq orada dursun. Şia o deyil ki, Həzrət Əli oturma deyən yerdə gedə otura. Həzrət Əli otur deyən yerdə oturmuyor. Həzrət Əli müdafiə edənləri bada verə. Bu şia deyil ki. Təslim ola, təslim. Yəni meyyitin meyyitiyana təslimliyi kimi. İkinci dediği nedir? Bir ahizune bi kavlina. İmam deyir şiə odur ki biz diyene əməl eləyə. Əməl eləyə bilirsiniz nədir? Əzizlər, əziz anabacılar, əziz qardaşlar. Tam əməl eləyə. Bilirsiniz də Kur'an kafirlərdən və münafiqlərdən danışanda bir dedilər nu'minu bi ba'z və nekfuru bi ba'z. Biz kitabın bəzi ayələrin, Kur'anın bəzi ayələrini qəbul eləyirik. Bəzilərini eləmirik. Özlərinə sərf eləyəni qəbul edirlər. Bu küfrün əlamətidir. Nifaqın əlamətidir. Mömin necə olar? İmam Rıza ağa buyurur ki, bizim dediklərimizə əməl eləyər. Mən bunu eləyirəm, bunu eləmirəm. Dedi, bilirsiniz də burada başdan ədiyanır. Vacibat. Mömin vəzifəşinas olar, vəzifəsini bilər mömin. Görsən, məsələn, çox adam ərbəyinə getməyə, əlbəttə bu, indi sonra baxanda əks nəticə verməsin ha, qeydin, quyudun vuracaq. Çox adam ərbəyinə getməyə can atır. Təbiidir. Bu, bizim ruhumuzla bağlı olan bir məsələdir. Allah İmam Hüseyin ağaya xatir, bu bayrama xatir, Həzrət Əliyə xatir, bütün arzu edənlərə nəsib eləsin inşallah. Hə? Amma görsən, namaz qılmır.
Mömin vəzifəsini bilməlidir. Sənin birinci vəzifən namaz qılmaq, ərbəyinə getmək deyil. İmam Hüseyin səndən ora gəlməyi istəmir, namaz qılmaq istəyir, sonra gedərsən. Məsələn, bir bacı ərbəyinə getmək istəyir, yaxşı şeydir bunlar, hicab örtmür. Vəzifən birinci budur bacı. Hicabı Allah səndən bunu istəyir. İmam Hüseyin bunu istəyir. Həzrət Əli bunu istəyir. Həzrət Zəhra bunu istəyir. Deyir ki, birinci Allahın dediyi vacibiylə, bir söz olan istəkləri Allah istəyidir. Deyir, birinci Allah deyən elə, sonra biz deyən eləyərsin. Sonra bizə gələrsin. İmam deyir ki, dediklərimizə əməl eləyin. Elə dedi, keçdi yox. Dedi, keçdi yox. Ana xəstədir. Deyir ki, oğlum, sən bu il getmədə Kərbəlaya, bəs mənə kim baxacaq? Deyir, ay nə danışsan, hələ şey olar, mən əhd eləmişəm. Olmadı ki. Necə əhd eləmişsən? Bunu bir dəfə mən demişdim, hətta böyük mollalar da buna qarışmışdı. Əlbəttə düz eləməmişlər, özlərinə gülmüşdülər, qarışmışdılar. Qardaş, nətər adam valideynə əziyyətdə qoyub Kərbəlaya gedər? Valideynə itaət və qulluq eləmək şərən nədir? Vacib. Kərbəlaya getmək nədir? Müstəhəb. Necə olur ki, adam vacibi müstəhəbə görə tərk edəsin? Belə şey olmaz ki. Və imam buyurur, əl-müxalifunə li-ədayna. Şiə odur ki, bizim düşmənlərimizlə müxalif ola, düşmənlərimizin qarşısında ola. Ay qardaş, ay başa dönüm, ay qurban olum. Mövqeyi müəyyənləşdir də görürsən kimin yanındasan, kimin rəngindəsən. Peyğəmbər buyurur ki, müminin əlamətlərindən biri budur ki, gələ sibqət Allaha çatan. Mümin o qədər inkişaf eləyək ki, gələ Allah rəngin özünə ala. Peyğəmbər buyurur ki, Allah rəngin özünə ala. Yəni mənəvi bir rəng ala. Deməli, mənəvi mənada bir Allahın, Peyğəmbərin, Quranın, dinin, İslamın bir rəngi var da mənəvi, məcazi mənada. Hə? Ay, müminlərin vəzifələrindən biri bugün bir söz nədir? Rəngin müəyyənləşdirməlidir. Nə rəngdədir bu? İmam Həsən rəngindədir ya Yezid rəngindədir? Şimir rəngindədir ya İmam Hüseyin rəngindədir? Qardaşım, müəyyənləşdir də, qurban olum sənə, başına dönüm. Sonra demə filan kəs kobud danışır. Mən demirəm ki, İmam Rıza deyir ki, müəyyənləşdir görək. Sən hardasan? Dayanmışam ortada, bilirsiniz də? Ev yox o, əl-kəlamı yəcurur kəlam, sözü gətirir. Aşurada bir dəstələr var idi üzdə. Bir öldürənlər var idi, bir ölənlər. Hə? Bir Yezidin qoşunu var idi, bir İmam Hüseynin qoşunu. Bilirsiniz də, Aşurada 3-cü cəbhə də var idi. Heç birindən olmayanlar. Allah onları da lənət eləsin. Bir çəkilmişlər qırağan namaz qılırdılar. Dua eləyirdilər. Bir nəfər gəldi ki, nə edirsiniz burada? Nə ordansınız, nə oradan. Özünüzdən namaz qılırsınız. Dedilər, dua eləyirik ki, Allah haqqa kömək olsun. Əcəb. Allah bundan bizə pənah versin, ha? Nə Yezid rəngi var, nə İmam Hüseyin rəngi var. Bu Yezid rəngindən də pisdir bu rəngsizlik. Müəyyənləşdir desən kimdənsə. Möminlərin bugünkü vəzifələrindən biri budur. Rəngin müəyyənləşdirməlidir. Bu Yezidin rəngindədir ya İmam Hüseynin. Muaviyyənin rəngindədir ya Həzrət Əli əleyhissalam. Neynə? Mövqeyin bildirməklə, yerin bildirməklə, düşmənin qarşısında olmaqla, dostun yanında olmaqla, hər yerdə, hər məclisdə, hər məclisin, hər kəsin rənginə düşməklə, yox, bayramımız mübarək olsun. Allah bizi Həzrət Əleyhisselamın ayrı salmasın. Təbrik edirəm sizi. Allah bizi bu yolda sabit qədəm eləsin. Əzizlər dedilər ki, xəstə olan var. Qardaşlardan birinin övladı əməliyyat olacaq. Başqa müşkülü olanlar var. Çətinliyi, problemi olanlar var. Allah bütün iltimas edənlərin dualarını qəbul eləsin inşallah. Amin. Allah bizi bu yolda sabit qədəm eləsin. Amin. Nə qədər ömür veribsə Allah özünün, kitabının, dininin, Peyğəmbərinin və onun pak ailəsinin nökərçiliyinə xalisanə müvəffəq eləsin inşallah. Amin.